Belə xırçıltılı xaçapuri kim istəməz ki? Elə isə resepti sizinlə bölüşürəm. İstifadə etdiyim ərzaq ölçülərini videonun alt qismində qeyd etmişəm. Qaba un və üzərinə də duz əlavə edirəm. Mərkəzdə oyu qaçıram, yumurta, bitki yağı və sirkə əlavə edib bir qədər mərkəzdə qarışdırıram. Üzərinə su əlavə edib xəmir yoğururam. Xəmiri gördüyünüz kimi yaxşıca yoğurub yumrulayıram və 30 dəqiqədən 1 saata kimi dinləndirməyə qoyuram. Və bu müddət ərzində içlik hazırlayıram. İçlik üçün rəndələnmiş Holland pendiri, duzlu pendiri, kəsmiyi qarışdırıram və üzərinə bir yumurtanın sarısını əlavə edib xəmir kimi yoğururam. Hazırladığım içliyi kiçik toplar şəklində bir qaba düzürəm. Şişmiş xəmiri kiçik kündələr halına gətirirəm. Hər bir kündəni boşqab böyüklükdə açıb yığıram. Daha sonra isə onları da gördüyünüz kimi əlimlə daha böyük, nazik şəkildə açıram. Açdığım yuxanın üzərini yağlayıram. Daha sonra videoda göründüyü kimi hər bir kənarını qatlayıb və üzərini yağlayıram. Kvadrat halına gətirəndən sonra hazırladığım içliyi mərkəzə əlavə edib kənarlarını boğça kimi içəriyə doğru bükürəm və bir qədər üzərindən basıb kənarlarına forma verdikdən sonra soba listinə düzürəm. Üzərinə yumurta çəkib qara çörək otu səpirəm. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 20 dəqiqə, yəni üzəri qızıl rəng olana kimi bişirirəm. Və nəticə çöldən xırt-xırt, içərisi isə bol pendirli xaçapuri. Bu tip videoların davamlı olması üçün kanalıma abunə olmağı, like etməyi, şərh yazmağı unutmayın. Hələlik!